Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 10 may 2026-cı ildə, yəni sabah Naxçıvanda keçiriləcək sertifikasiya imtahanına dəstək xarakterli sonuncu videomuz çəkilir. Sırf Naxçıvanlılar üçün. Bundan da əvvəl maksimum əlimdən gələn qədər bir həftə ərzində hər gün də olmasa, bir həftənin 4 günü, 5 günü sizlər üçün video izahlar çəkməyə çalışdım. Sizə nəsə öyrədə bilmişəmsə, ümumiyyətlə halal xoşunuz olsun. İmtahana girəcək bütün müəllimlərə də uğurlar arzu edirəm. Həmçinin sabah imtahandan çıxan müəllimlər, elə bu videomuza baxan müəllimlər, kimlər ki sabah imtahana girəcək, onlar imtahandan çıxandan sonra WhatsApp-da mənə yazıb sualları, yadda qalan suallardan da deyə bilərlər. Hətta desələr çox gözəl olar. İmtahanın da suallarını paylaşmış olarıq ki, növbəti sertifikasiya imtahanına girənlərə də faydalı olsun ki, yəni imtahanda hansı forma suallar düşür. Bunun üçün də mənə 055 418 8202 WhatsApp-dan bu nömrə ilə yaza bilərsiniz. İmtahan suallarını sabah mənə yazsaz, açsaz çox gözəl olar. Kanala da abunə ola bilərsiniz. Abunə olun ki, paylaşılan digər izahlarımızdan da, videolarımızdan da məlumatlı olasınız. İndi isə keçək sualların izahına. Birinci sual. Hansı cümlə yalnız baş sözlərdən ibarətdir? Elmi təfəkkür bədii təfəkkürdən daha məntiqlidir. Necədir? Məntiqlidir. Nə? Təfəkkür. Hansı təfəkkür? Elmi. Nədən? Təfəkkürdən. Hansı təfəkkürdən? Bədii. Demək, burada 2 dənə təyin var, yalnız baş sözlər deyil. Uğursuzluğun ən böyük səbəbi səhvlərdən nəticə çıxarmamaqdır. Nədir? Səhvlərdən nəticə çıxarmamaqdır. Mag-məc məsdər tərkibi. Nə? Uğursuzluğun səbəbi, yəlik, mənsubiyyət. Mübtəda ism birləşmə ilə, xəbər, mag-məc, fe'li birləşmə, məsdər tərkibi ilə ifadə olundu. Burada məsələn deyə bilərsiniz ki, müəllim, nəticə çıxarmamaqdır, nədən, səhvlərdən, bunu niyə ayrı tamamlıq götürə bilməyək ki? Çünki səhvlərdən sözü çıxarmamağa aiddir, düzdür? Və buradakı mag məsdərdir. Əgər sənin tamamlıq kimi düşündüyün və ya zəfli kimi düşündüyün söz məsdərə, fe'li, sifətə, fe'li bağlamaya aiddirsə, avtomatik olaraq tərkibin daxilində hesab olunur. Yəni, bu bütövlükdə cümlənin xəbəri olmalıdır, çünki mag-məcə aiddir. Cavabımız elə B bəndə olacaq. Dahi insanlar bəşəriyyətin xilaskarıdır. Kimdir, daha doğrusu, yəlik, mənsubiyyət, bəşəriyyətin xilaskarı. İsmi birləşmə cümlənin xəbəridir. Kim bəşəriyyətin xilaskarıdır? İnsanlar. Bunu çox vaxt kim, dahi insanlar götürürük. Yəni, səhvlə. Burada biz nəyə baxmalıyıq? İnsanlar sözünün tərkibində hansı şəkilçilər var? Nə var ki, mən onu dahi sözü ilə bir yerdə götürüm? İnsan sözünün köküdür, onlar da qrammatik. Mən iki sözü bir yerdə götürməliyəmsə, bir səbəb olmalıdır. Yəni, bu bir söz birləşməsi olmalıdır. Söz birləşməsi kimi ya ismi birləşmə olmalıdır, ismi birləşmədə əsas tərəfdə mütləq mənsubiyyət olmalıdır birlikdə götürməyim üçün və ya mürəkkəb adı olmalıdır. Bunların heç biri yoxdur. Və ya fe'li birləşmə olmalıdır. Fe'li birləşmə üçün fe'lin təsriflənməyən formaları, məsdər, fe'li, sət, fe'li bağlama olmalıdır ki, insan isimdir. Heç biri deyil. Deməli, dahi insanları birlikdə götürməyim üçün bir səbəb yoxdur. Ona görə deyirəm ki, bəşəriyyətin xilaskarıdır. Kim insanlar? Hansı insanlar? Dahi insanlar. Yəni, burada dahi sözü təyin kimi parçalanır. Sənə kitab gətirmişəm. Nə etmişəm? Gətirmişəm. Kim? Mən. Bu cümlədən mən mübtədadır. Kimə? Sənə. Nə gətirmişəm? Kitabı. Bu qeyri-müəyyən təsirlikli tamamlıqdır. 2 dənə tamamlıq var bu cümlədə. Deyəsən, bugün qalib gələ bilməyəcəm. Deməli, qalib gəlmək, bir də gələ bilmək. Bu üçü bir yerdə xəbərdir. Qalib gəlmək ifadəsi bir-birindən parçalanmır. Gələ bilmək də, bilmək özündən əvvəl A-ə şəkilçisi ilə işləndiyi zaman mürəkkəb fe'l olur. Nə zaman? Bugün. Bugün zərflik var, ona görə Y variantını götürə bilmirəm. Cavabımız oldu B bəndi. Hansı cümlədə söz birləşməsi yoxdur? Onun baxışları çox şeydən xəbər verir. Onun baxışları bir söz birləşməsi. Çox şey ikinci söz birləşməsi. Mən şahmat üzrə məktəb birincisiyəm. Məktəb birincisi, məktəbin birincisi. Bu ismi birləşmədir, yəni söz birləşməsidir. Qara buludlar bizi çox qorxudur. Qara buludlar, hansı buludlar? Bu qara buludlar ismi birləşmədir. Araz gözlərini uşaqdan çəkə bilmirdi. Araz gözlərini, bax, burada hər hansı bir söz birləşməsi yoxdur. Yuvadakı balaların səsi gəlirdi. Burada yuvadakı balalar bir söz birləşməsidir. Balaların səsi ikinci söz birləşməsidir. Yəni, söz birləşmələri var. Cavab D variantı olacaq. 3.
Gedəndən sonra heç kimə yazmayıb cümləsindəki sözlərlə bağlı yanlış fikirləri istəyir bizdən. Həm zərfin, həm də feilin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil işləyib. Deməli, həm zərfin, həm də feilin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil feili bağlamadır. Bu nümunədə gedəndən sonra deyir. Biz buna çox zaman nə zaman gedəndən sonranı gedəndə kimi başa düşürük. Baxın, getməyi kök götürdük, gedəndə anda əndəni feili bağlama götürdük. Bəs nədir? Demək, burada feili bağlama yoxdur. Gedən feili sifətdir. Dan, dən çıxışlı haldır. Sonra da çıxışlı hala qoşulmuş qoşmadır. Yəni, burada gedən feili sifətdir. Feili sifət də zərfin yox, feilin və sifətin xüsusiyyətlərini daşıyır. Deməli, elə bu yanlış fikirdir. Təsirlənən feil keçmiş zamandadır. Yazmayıb, burada keçmiş zamandır, nəqli keçmişdir, doğrudur. Bir köməkçi nitq hissəsi işlənib, sonra qoşmadır burada dedik. Bəli, bir köməkçi işlənib. Bir mürəkkəb söz işlənib, bəli. Heç kim qeyri-müəyyən əvəzlik, quruluşsa mürəkkəbdir, doğrudur. Hal şəkilçisi qəbul etmiş isim yoxdur. Deməli, heç kimə sözü hal şəkilçisi qəbul eləyib, bu isim yox, əvəzlikdir. Gedəndən sözü dan-dən çıxışlı hal qəbul eləyib, bu da feili sifətli isim yoxdur, doğru fikirdir. Yanlışımız oldu A variantında. 4. Hansı cümlədə bütün sözlərin leksik mənası var? Qarşımıza nə insan, nə heyvan çıxdı. Nə bağlayıcıdır. Bunların leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. Bunların hamısını oxumusan, yəni sual ədatıdır. Sual ədatının leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. Görünüşündən 50-yə 30 yaş verərdim. Burada köməkçi nitq hissəsi yoxdur. Bütün sözlərin leksik mənası var. Əsl biz istəyən adamdır. Əsl ədatdır. Yəni məhz biz istəyən adamdır. Dəqiqləşdirici ədatdır. Deməli, onun leksik mənası yoxdur. Bir sənədə görə, bir ay gözlədim. Sənədə görə burada qoşmadı. Bu da leksik mənası olmayan sözdür. Cavabımız oldu C variantı. 5. Verilmiş cümlədə hansı nitq hissələrinin işləndiyini ardıcıllıqla müəyyən edin. Əvvəlcə çiyinlərini, sonra isə bütün bədənini titrətdi. Əvvəl zaman zərfidir. Nə zaman? Zaman zərfinə artırılmışca ədatdır. Deməli, zərf ədatla başlayırıq. Yazırıq zərf, ədat. Çiyinlərini, çiyin isimdir. Sonra yenə zərfdir. İsə bağlayıcıdır. Bütün bədənini, bütün əvəzlikdir. Bədən isimdir. Titrətdi. Bütün bədəni titrədi. Bu da feildir. Deməli, zərf, ədat, isim, zərf. Zərf, ədat, isim, zərf. Bağlayıcı, əvəzlik, isim, feil. Elə A variantı ardıcıllığımıza uyğun gəlir. Növbəti suallara keçmədən öncə bir daha qeyd edirəm ki, kanalımıza abunə olaraq paylaşılan bu videolarımızdan faydalana bilərsiniz. Eyni zamanda bizim onlayn dərslərimiz üçün müraciət eləmək istəyənlər 055 418 82 02 nömrəsinə WhatsApp-dan yazaraq dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Bir əlavəm də sabah imtahana girəcək sertifikasiya müəllimləri imtahandan çıxandan sonra yadda qalan sualları mənə yazıb göndərsin, onların da video izahını çəkim. 6. Eləsi gərək özü imtina etsin. Cümləsində altından xətt çəkilmiş söz hansı nitq hissəsidir? Gərək sözü ədatdır. Əgər bu ədata gərək ki desək, ki bağlayıcısı artırsaq, yəni daha doğrusu yanına ki qoysaq, gərək ki olar modal söz. Gərək ədatdır, gərək ki modal sözdür. Deməli, bizə gərəyi verir. Bu ədatdır. Doğru cavab C variantı. 7. Mübtəda vəzifəsində çıxış edən o bu əvəzliklərindən sonra hansı köməkçi nitq hissəsi gələrsə vergül qoyulur. Hansı köməkçi gələrsə, qoşma, bağlayıcı, isim. İsim gələrsə vergül qoyulur, amma köməkçi istəyir şərtdə. Ona görə götürmək olmaz. Ədat, modal söz. Bəli, o bu əvəzliyindən sonra modal söz gəlsə vergül qoyular. Məsələn, o əlbəttə məni tanıyır. Tutaq ki, belə bir cümlə yazaq. Tanıyır. Əlbəttə modal sözünün tələbinə görə özündən əvvəl və sonra vergül qoyulur. Deməli, bu doğru cavabımız olacaq. İsimdə də vergül qoyulur, amma şərt köməkçi istədiyinə görə ismi götürə bilmirəm. 8. Cümlələrin birindəki əvəzlik məna növünə görə digər cümlələrdəki əvəzliklərdən fərqlənir. Hərə bir cavab verdi. Deməli, hərə qeyri-müəyyən əvəzlikdir. Yazaq qeyri-müəyyən. Hər şagirdin özünə məxsus cavabı var. Hər şagird bu təyin əvəzlikdir. Hər kəs cavab verdi. Bu da qeyri-müəyyən əvəzlikdir. Heç kəs cavab vermədi. Qeyri-müəyyən əvəzlikdir. Hamı cavabı bilirdi. Bu da qeyri-müəyyən əvəzlikdir. Deməli,
A, C, D, Y variantlarında olan əvəzi qeyri-müəyyən, B bəndə təyinidir. Digərlərindən fərqlənən olduğu B variantı. 9. Yanlış fikri müəyyən edin. Miqdar sayları quruluşca 3 növdə ola bilir. Əlbəttə ki, ola bilər. Sadə miqdar sayı, məsələn, deyə bilərik buna nümunə 10. Düzəltmə miqdar saylarına deyə bilərik çoxlu. Mürəkkəb miqdar saylarına deyə bilərik tutaq ki, 15 və ya bir çox. Miqdar sayları müəyyən, qeyri-müəyyən və kəsr olmaqla 3 yerə bölünür. Biz hər üçünü nümunə kimi göstərə bilərik. Bizə yəni konkret olaraq müəyyən, qeyri-müəyyən, kəsr demir. Sıra saylarından sonra gələn isimlər həm tək, həm də cəmdə işlənir. Doğru fikirdir. Məsələn, birinci sıra sayından sonra gələn ismi, sinif sözünü deyək. Birinci sinif də deyə bilərəm. Bir məktəbdə 1A, 1B, 1C, 3 dənə məsələn birinci sinif var. Onu olur birinci siniflər. Doğrudur yəni. Bir çox sayından sonra gələn isimlər yalnız cəmdə işlənir. Bu da doğrudur. Qaydaya əsasən bir çox və bir sıra saylarından sonra gələn isimlər hər zaman cəmdə olur. Sıra sayları ıncı şəkilçisi ilə düzəlir, yalnız düzəltmə olur. Baxın, sıra sayları ıncı ilə düzəlir, bu doğrudur. Amma yalnız düzəltmə olur, səhvdir. Burada məsələn birinci sözünü yazmışıq, düzdürmü? Birinci quruluşca düzəltmədir. Amma mən buna 11-ci desəm necə? 2 dənə kök olur axı. Olur mürəkkəb söz. Deməli, yalnız düzəltmə olur, səhvdir. Sıra sayları quruluşda düzəltmə də ola bilər, mürəkkəb də. Bu yanlışdır. Kəsr sayları yalnız mürəkkəb olur, bu doğru fikirdir artıq. Çünki kəsr sayları necə olur? Məsələn, 2-də 1. Birinci tərəfində dadə şəkilçisi ilə düzəlir. 10-da 3. Bu hər zaman mürəkkəbdir. Doğrudur yəni. Deməli, burada yanlışımız oldu. D variantı. Sonuncu sualımıza baxırıq. 10-cu sual. Tapşırıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikir. Fonetik xüsusiyyət dediyinə görə biz sözü mütləq tələffüz eləməliyik. Sözün tələffüzü olur tapşırıq formasında. Sözdə yalnız bir cingiltili samit işlənmişdir. T, P, Ş, X kardır, R cingiltilidir. Bir dənə cingiltili doğrudur. Samit cütlüyü işlənməmişdir. Samit cütlüyü nədir? Məsələn, sözdə T varsa, onun qarşılığı D olmalıdır. D varmı sözdə tapşırıqda? Yoxdur. P varsa qarşılığı B olmalıdır. Tapşırıqda B yoxdur. Ş varsa qarşılığı J olmalıdır. Sözdə J yoxdur. R-in ümumiyyətlə qarşılığı yoxdur. Sözdə X varsa qarşılığında G, tapşırıqda G yoxdur. Yəni, sözdə heç bir samitin qarşılığı yoxdur. Yəni, cütü işlənməyib. Bu, doğru fikirdir. K samitinin cingiltili qarşılığı işlənmişdir. K-nın qarşılığı G səsidir. Tapşırıq sözündə yazılıda olan G hərfi X ilə tələffüz olunur. Yəni, tapşırıqda G hərfi, G səsi yoxdur. G hərfi var. G olmadığına görə elə bu yanlış fikirdir. Kar samitlərin hamısı yazıldığı kimi tələffüz olunur. Bəli, burada bir dənə G X-yə keçir. G-də cingiltilidir. Yerdə qalan T, P, Ş kar samitlər olduğu kimi yerində qalır. Doğru fikirdir. Saitlərin ikisi qapalıdır. Tapşırıqda bəli 2 dənə I qapalıdır. A açıqdır. Doğru fikirdir. Deməli, yanlışımız oldu C variantında. K samitinin cingiltili qarşılığı G sözdə yoxdur. Çünki G X kimi tələffüz olunur burada. Bu izahın da sonuna gəldik. Sağ olun. Növbəti izahlarımızda, növbəti videolarımızda görüşərik. İmtahana girən bütün müəllimlərə uğurlar arzu edirəm.